Hörmətli millət vəkili Günay Ağamalı. Uşaq pulu məsələsi bugün gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıq mı və yaxud da ki, həm də bir tənbəllik mi yarada bilər? Yəni insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Yəni bunun özü də doğru bir yanaşma deyil. Tənbəlliyi uşaq pulu yox, deputat Fəzail Ağanın malını yemək yaradır. Necə ki, sizin atanız 7 arxa dönəmlə bəs edəcək qədər yığdığı sərvəti yeməkdir tənbəllik. Tənbəlliyi atasının yerinə deputat olmaq yaradır. Hal-hazırda günümüzdə digər bir adı altında sosial müavinatlar verilir və bilirsiniz ki, şərtlər də bir o qədər də çətin şərtlər deyil. Tələb olunan odur ki, valideynlər, əgər körpə uşaq varsa ailədə, ananın işləməsi önəmli deyil. 8 yaşına qədər səhv etmirəmsə, olan ailələrə bir atanın işləməsi kifayət edir və bu da normaldır. Siz nə biləsiniz axı, uşağı illərlə kasıbçılıqla, borc xərclə, əziyyətlə böyüdüb şəhid anası olmaq nə deməkdir? Şəhidiniz olmayı baxır. Siz nə biləsiniz ki, uşağının olması üçün evini satıb kreditlə yaşamaq nə deməkdir? Siz nə biləsiniz ki, bazarlardakı qiymətlər o qədər artır ki, uşağına ət ala bilməyən ailələr var. Siz nə biləsiniz ki, valideynlər uşağı məktəbə cırıq ayaqqabı ilə gedib, ayağı su içində böyüməsin deyə səhərdən axşama dək neçə yerlərdə süpürgəçilik edib, gecə də işləyən valideynlər var. Valideynləriniz süpürgəçi olmayı baxır. Siz nə biləsiniz axı, bir nəfərin minimum əmək haqqısı ortalama 400 manat olduğu halda ev kirayəsi 300 manat, uşağa aylıq minimum xərci 400-500 manat, nəqliyyat xərci 100 manat, kommunal 100-200 manatdır. Siz nə biləsiniz ki, uşaq xəstələnəndə belə ailələr dərmana pul tapa bilmir. Özəl klinikalardakı qiymətlərə heç gəlmirəm. Nəinki deputat kimi gedib xarici ölkələrdə, bahalı xəstəxanalarda, sanatoriyalarda müalicə alsın. Siz nə biləsiniz axı, uşaqlarının təhsil alması üçün təhsili bərbad olan ölkədə məktəblərdən əlavə yenidən müəllimlərə nə qədər pul xərcləyir millətiniz, ay millət vəkili. Siz nə biləsiniz ki, millətinizdə hamı sizin kimi uşaqlarını yağ bal içində böyüdə bilmir. Çünki hamının atası deputat olmayıb ki, sonra sizin kimi yerinə deputat olsun. Siz nə biləsiniz axı? Realda valla yetmir.